Xalq artisti Flora Kərimova səhhətində yaranmış narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Doğru Xəbər Azərbaycan APA TV istinadən xəbər verir ki, sənətkarın müalicəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda Azərbaycan prezidentinin köməkçisi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb. Sənətkarın yaxınlarının verdiyi məlumata görə Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tədbirlər görülür. Paytaxtın Binəqədi rayonunda yerləşən özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb. Məlumata görə hadisə iyunun 12-si saat 9 radələrində Görədil qəsəbəsində yerləşən Resolve Flight Reabilitasiya mərkəzində baş verib. Belə ki, orada müalicə alan Zaqatala rayon sakini 1985-ci il təvəllüdlü Ramazanov naməlum səbəbdən həyatını itirib, onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilir. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Biləsuvarda bıçaqlanma hadisəsi baş verib. Belə ki, Biləsuvar şəhər sakini 2003-cü il təvəllüdlü Xəyal Qubadlı qonşusu 1962-ci il təvəllüdlü Məhbubə Mətləb qızı Mikaylovaya bıçaqla xəsarət yetirib. Müxtəlif dərəcəli xəsarətlər alan qadın Biləsuvar rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Cinayət əməlini törətməkdə şübhəli bilinən Qubadlı polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir. Tovuzda ağır qəza olub. Hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb. Belə ki, Lada Granta markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında aşıb. Nəticədə sürücü 1994-cü il təvəllüdlü İsmət Nağıyev həyatını itirib, onun Vətən müharibəsi qazisi olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb. Xəbər verdiyimiz kimi Tovuzda ölümlə nəticələnən dəhşətli qəza baş verib. Belə ki, Lada Granta markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Vətən müharibəsi qazisi İsmət Nağıyev həyatını itirib, onun fotolarını təqdim edirik. Allah rəhmət eləsin. Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub. Hadisə rayonun Qaradağlı kəndində baş verib. Belə ki, ildırım kənd sakini Fikrət İbadova məxsus mağazaya düşüb və yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvələri cəlb olunub. Yanğının yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Əldə etdiyimiz son dəqiqə məlumata görə yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən artıq söndürülüb, əlavə məlumatlar veriləcək. Görkəmli dövlət xadimi, diplomat və yazıcı Hidayət Orucov vəfat edib. Bu barədə yaxınları sosial şəbəkələrdə paylaşım ediblər. 1944-cü il təvəllüdlü Hidayət Orucov uzun illər ərzində dövlət idarəçiliyi, diplomatik xidmət və ədəbi yaradıcılıq sahələrində fəaliyyət göstərib. 27 dekabr 2012-ci ildə ona Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Həmin gün prezidentin sərəncamı ilə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2019-cu ilin iyul ayında Hidayət Orucov 2-ci dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. O, 2021-ci il oktyabrın 6-sında Qırğızstandakı səfir vəzifəsindən geri çağırılıb. Zaqatalanın Yuxarı Çardaqlar kəndində 2 nəfəri ilan sancıb, biri ölüb. Kənd sakini 49 yaşlı Murad Məhəmmədoğlu Qurbanov iyunun 10-da əkin sahəsində məşğul olarkən onu ilan sancıb. Qurbanov yaxınlarının köməkliyi ilə Zaqatala mərkəzi xəstəxanasına aparılıb. Yaralıya lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıdakı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bundan başqa kənddə bugün daha bir nəfərli kənd sakini 34 yaşlı İsmail Cumaoğlu Lələyevi yaşadığı evin həyət yanı sahəsində ilan sağ ayaq pəncəsindən sancıb. Lələyev Zaqatala rayon mərkəzi xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib. Bildirilib ki, yaralının vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirilməsi üçün gün ərzində Bakıdakı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə göndərilməsi planlaşdırılır.